Salam, hörmətli izləyicilər. Mütəxəssislər Danışır rubrikasının 6-cı buraxılışında xoş gördük hər birinizi. Bugünkü qonağımız neft-qaz sənayesində, istehsal sahəsində ümumilikdə 20 il təcrübəyə sahib olan sətən mütəxəssisimiz Cabir Mustafayevdir. Cabir bəy, xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun. Xoş günlərdə görüşək, Elton bəy, təşəkkür edirəm mən də dəvətiniz üçün. İzləyicilərimizi də salamlayıram. Çox sağ olun ki, belə bir format yaratmısınız və biz də dəyərləndirə bilirik. Çox sağ olun, minnətdarım. Yoldaşlar, demək bugünkü mövzumuz ölüm hadisəsində sətən mütəxəssisinin fərdi məsuliyyəti nə qədərdir və biz Cabir bəylə bugünkü günümüzdə bir neçə suallarımız olacaq sizə. O barədə müzakirələrimizi aparacağıq və Cabir müəllim, vaxt itirmədən ilk sualımıza keçək o zaman. İlk sualımız ondan ibarətdir ki, ölüm hadisəsi baş verdikdə hüquqi araşdırma hansı prinsiplər əsasında aparılır və məsuliyyət necə müəyyən edilir? Təşəkkür edirəm sualınız üçün, Elton bəy. Bilirsiniz, bu biraz spesifik bir sualdır həqiqətən də. Yəni biz sətən mütəxəssisləri olaraq həm də hüquqi prizmadan yanaşırıq da bəzi məsələlərə. Burada müxtəlif prinsiplər öz əksini tapır. Əgər hər hansı bir götürək bədbəxt hadisə ölümlə də nəticələnə bilər, ola bilər ki, ölümlə nəticələnməyə də bilər, bədbəxt hadisə baş verə bilər, amma ölümlə nəticələnə bilməyə. Müvafiq müxtəlif prinsiplər var. Əslində 209-cu maddə Əmək Məcəlləsinin 209-cu maddəsində əmək mühafizəsi prinsiplərində də vurğulayır ki, baş verən hər hansı bir bədbəxt hadisə mütləq qaydada araşdırılmalıdır, təhqiqat aparılmalıdır və onun nəticəsi barəsində işçilərə məlumat verilməlidir. Onlardan biri qanuni tərəfi. Yəni qanuni tərəfini götürsək prinsiplərin, qanuni prinsipi odur ki, Nazirlər Kabinetinin 27 saylı qərarı var. Bədbəxt hadisələrin təhqiqi uçotun aparılması məsələləri və Əmək Məcəlləsində götürək. Yəni prinsipin biri qanuni tərəf. İkinci tərəf tərəfsizlik, qərəzsizlik mövqeləri. Yəni ki, hər hansı bir hadisəni biz elə bir formatda təhqiqatını elə bir formatda aparmalıyıq ki və aparılmalıdır ki, orada qərəzsizlik mövqeyi olsun, tərəfsizlik, yəni tərəf tutulması, qərəzsiz olsun. Prinsipin biri bu. Digər prinsip tam əhatə dairəsi. Texniki format, işçilər, avadanlıqlar, nələr daxil olacaq araşdırmaya. Bu formatlar, sonra işçilərin özünün məsuliyyətinin bölgüsü, artıq işə götürən hansı funksiyanı oynayacaq, işçi ola bilər ki, hadisə qəsdən törədilib, ola bilər ki, qəsdən törədilməyib, səhv ucbatından olub, ölüm hadisəsi baş verib. Və orada artıq sənədləşməyə gəlir çıxır. Yəni sənədləşmə hansı formatda aparılır? Yəni prinsiplərdən biri də sənədləşmə. Yəni sənədləşmə olubmu və yaxud da heç olmayıbmı? Yəni bu prinsiplərin hamısı həm məsuliyyət bölgüsünə gətirir çıxardır, həm də araşdırmanın aparılmasına böyük rol oynayır. Gözəl. İndi təşəkkür edirəm belə ətraflı məlumat verdiyiniz üçün. İndi burada əlaqəli bir sual çıxır ortalığa ki, bəs yaxşı, bu araşdırma proseslərində və ya sənədləşmə proseslərində sətən mütəxəssisin hüquqi statusu burada nədir və bu status onun fərdi məsuliyyətinə necə təsir eləyir? Təşəkkür edirəm. Əslində biz hamımız, yəni siz də, mən də sətən mütəxəssisi, uzun illərdir sətən sahəsində çalışırıq. Yəni bunu biz əmək mühafizəsi olaraq adlandıraq da. Bəli. Əmək mühafizəsi xidmətinin təşkilinə dair tövsiyələr deyilən bir sənəd mövcuddur. Yəni özünüz də gözəl bilirsiniz bunu. Həmin sənədin 4-cü maddəsi əmək mühafizəsi xidməti işçilərinin hüquqlarıdır. Yəni o hüquqlarda da bir mənalı olaraq bildirilir ki, yəni əmək mühafizəsi xidməti işçiləri hansı hüquqlara sahibdirlər. Məsələn, istənilən yerdə, istənilən anda əmək mühafizəsinə dair yoxlamaların aparılması, yoxlamaların təşkili, işçilərə tutalım ki, əgər bilikləri yoxlanılmayıbsa, təlimatlandırılmayıbsa, bölmə rəhbərlərinin həmin işçilərin işdən uzaqlaşdırılmasının hüququ var, yəni bizdə bu hüquq var. Digər tərəfdən razılaşdırmaqla, işə götürənlə razılaşdırmaqla hər hansı bir mütəxəssisləri yoxlamalara cəlb etmək, tutalım daimi fəaliyyət komissiyasını götürək. Biz digər bir mütəxəssisləri, iş rəhbərlərini əmək mühafizəsi proseslərinin yoxlanılmasında onları da cəlb edirik. Yəni tək özümüz yoxlamırıq. Yəni bizim hüquqlar həmin o sənəddə bir mənalı olaraq göstərilir. İkinci tərəfdən sizin sualınız o birinci sualla ki biraz əlaqəli oldu. Bizim fərdi məsuliyyət deyəndə biraz fərdi məsuliyyətdən yəni qaçmaq kimi olmasın da. Dövlət əmək müfəttişliyinin, inspektorunun, müfəttişinin tələb eləyəcəyi hər hansı bir sənəd biz tərəfdən onsuz da təqdim olunacaq
əgər biz cəlb olunuruqsa, tutalım biz komissiya üzvüyük. Aha. Təhqiqat komissiyasının üzvüyük. Biz əlbəttə ki, təhqiqat komissiyasının işinin aparılmasına ona dəstək oluruq. Yox, əgər birmənalı olaraq biz bu işdə tutalım ki, əlaqəli isə, bizdən hansı sənədlər tələb olunacaqsa biz onu təqdim edəcəyik və təhqiqatın işinə yardımcı olacaq. Yəni məsuliyyətimiz bundan ibarətdir. Üzr istəyirəm. Komissiya vurğuladınız. Düzdürmü? Bu komissiya üzvləri necə təyin olunur və say etibarilə nə qədər olmalıdır? Aha. 27 saylı qərarda öz əksini tapır bu. Orada yazır ki, əgər bir nəfərin ölümü ilə nəticələnibsə və yaxud da ölüm yoxdur, bədbəxt hadisə baş veribsə, travma varsa, bu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin yaratdığı komissiya, yəni onun əmri ilə yaratdığı komissiyanı təhqiq edəcək, təhqiqat komissiyası. Yox, əgər 2, 4 və yaxud da ki, əlahiddə bir qəza baş veribsə, 5 nəfərdən artıq ölüm hadisəsi baş veribsə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müvafiq əmri ilə yaradılmış təhqiqat komissiyası tərəfindən aparılacaq. Və biz hamımız da bilirik ki, yəni komissiya elə bir məfhumdur ki, yəni 3, 5, yəni tək halda, bəli, tək rəqəmli olaraq, yəni bu formatda qurularaq təhqiqat komissiyası aparılır. Bəs səthən mütəxəssisi bu komissiya üzvü ola bilərmi? Səthən mütəxəssis əlbəttə ola bilər. Əgər olacaqsa, yardımcı olacaq. Yəni təhqiqatın aparılmasında birmənalı olaraq yardımcı funksiyasını aparacaq. Amma o ola bilər yəni. Gözəl. Çünki mənim iş təcrübəmdə elə bir hal olub, mən Səthəm şöbəsinin rəhbəri olaraq Həmkarlar İttifaqı Komitəsinin sədri ilə mən, yəni Səthəm şöbəsinin rəisi olaraq mən təhqiqat komissiyasının üzvü olmuşam. Aha. Gözəl. Əla. Yəni olmaya bilər, kim olmaya bilər? Bilavasitə əməyin mühafizəsinə cavabdeh şəxs həmin sahədə. Sahə üzrə. Bəli, birmənalı birmənalı olaraq təhqiqat komissiyasının üzvü ola bilməz. Aha. Nəyə görə ola bilməz? Çünki bilavasitə əməyin bəli öz mənafeyini qoruyacaq. Gözəl. Bəs yaxşı, hansı hallarda, yəni spesifik bir hallar varmı ki, səthən mütəxəssisi cinayət məsuliyyəti riski ilə üzləşir? Mən bu suala həm biraz gülməli, həm biraz maraqlı cavab vermək istəyirəm. Səthəm mütəxəssisi əlbəttə ki, cinayət məsuliyyəti ilə üzləşə bilər. Bilirsiniz, məsuliyyət elə bir deyimdir ki, onu biz təyin eləmirik, onu məhkəmə təyin edir. Ola bilər bu inzibati məsuliyyət ola bilər intizam məsuliyyəti ola bilər cinayət məsuliyyəti ola bilər. Yəni o haldan hala dəyişən bir, vəziyyətdən vəziyyətə dəyişən bir haldır. Aha. Yox, əgər səthəm mütəxəssisi cinayət riski, cinayət məsuliyyəti riski ilə üzləşibsə, deməli səthəm mütəxəssisi ya kimisə vurub öldürüb, ya kimisə döyüb, ya kimisə üzr istəyirəm təhqir eləyib. Yəni bilirsiniz, biz səthəm mütəxəssisləri nə edə bilərik ki, biz cinayət məsuliyyəti ilə, yəni üzləşə bilək də. Düzdür, üzləşə bilərik. Belə bir deyim yoxdur ki, xeyr, üzləşə bilmərik. Və ən əsası, yəni bu mənim o gülməli tərəf cavabım, maraqlı tərəfi isə biz əməyin mühafizəsi xidmətinin təşkili ilə məşğuluq. Yəni bu əməyin mühafizəsinə dair xidmətin təşkilinə tövsiyələrdə bizim əsas vəzifələrimiz vurğulanıb. Yəni, ikinci maddə bizim əsas vəzifələrimizdir. Orada deyir ki, yəni biz işə götürən əmək şəraitinin vəziyyətini yaxşılaşdırmalıdır və təhlükəsiz əmək şəraiti yaratmalıdır. Bu buna borcludur, işə götürən. Ancaq biz bir üçüncü göz kimi, bir sağ əl kimi rəhbərin əməyin mühafizəsi xidmətini təşkil eləməliyik. Yəni biz əgər bu xidməti təşkil eləmiriksə, əlbəttə ki, biz istənilən məsuliyyətlə üzləşə bilərik. Gözəl. Növbəti sualımız, ən çox verilən suallardan biri də budur ki, tutaq ki, hər hansı bir iş sahəsi, iş yeri, hər hansı bir şirkət, riskin qiymətləndirilməsi, prosedurlar var, yəni hər şey necə lazımdır. Amma sahədə bu proseslərə, bu qaydalara əməl olunmayıbsa, bu səthəmi məsuliyyətdən azad eləyirmi? Birmənalı olaraq eləyir. Niyə görə eləyir? Çünki bilirsiniz, risk qiymətləndirilibsə, prosedurlar varsa, düzdür, mən həmişə tərəfdar olmuşam ki, risk qiymətləndirilməsi ilə ümumiyyətlə prosedurlar işlək bir sənəd olsun. Yəni, kağız üzərində olmasın. Kağız üzərində və yaxud da copy-paste olmasın. Və işlədiyimiz sahəni əhatə eləsin. Biz neft-qaz sənayesində işləyiriksə, biz Tom Construction-da tikintidə işləyiriksə, götürüb şokolad zavodunun risklərin qiymətləndirilməsini və yaxud da ki, prosedurunu gətirib copy-paste eləyərək işlətməməliyik.
burada spesifik təhlükələr var, təhlükəli amillər var, zərərli amillər var. Yəni axı fərqlidir bu. Bəli, biz bu arada keçən buraxılışımızda İlkin bəylə müzakirə etdik. İlkin bəy çox gözəl cavab verdi buna. Yəni mən də həmin İlkin müəllimin cavabının təsdiqi olaraq, yəni birmənalı olaraq təsdiqləyirəm ki, bu nə kağız üzərində qalan bir prosedur olmalı deyil və risklərin qiymətləndirilməsi olmalı deyil və müvafiq əhatələnməlidir. Varsa və əgər qaydasında işlək bir sənəddirsə, o əlbəttə ki, bizi azad edir. Yaxşı müəllim. Tutaq ki, ərazidə hər hansı bir təhlükəli işçi rastlaşır və bu barədə bir observation dediyimiz yazılı məlumat verib rəhbərliyə. Amma tədbir görülməyib və nəticə etibarilə ölüm hadisəsi baş verir. Düzdür, mən daha ən pis nəticələri sizə deyirəm ki, yəni güncələr artıq məlum məsələdir. Ölüm hadisəsi baş verib artıq. Yəni bu halda, bu vəziyyətdə fərdi məsuliyyət necə qiymətləndiriləcək? Yenə də, yəni fərdi məsuliyyət, SƏTƏM-in məsuliyyəti orada nədən ibarətdir? Bizim müvafiq göstəriş formamız var da, yəni o yenə də həmin tövsiyələrə gəlib çıxırıq. Çünki bizim konstitusiyamızdır da, yəni mənim mühafizəçi xidmətin konstitusiyasıdır o. Bizim orada axırda əlavədə bizim göstəriş formamız var. Biz hüququmuzdur ki, əmək mühafizəçi xidmətinin mühəndisi olaraq bizim hüququmuzdur ki, biz vəzifəli şəxslərə və yaxud da ki, digər həmin vəzifəli şəxsin köməkçilərinə və yaxud da digər iş icraçılarına müvafiq əmək mühafizəsinə dair pozuntuların aradan qaldırılması icbari, məcburi, yəni icrası məcburi olan göstəriş verək və bunu sənədləşdirək. Sözlə yox. Mənim bir rəhbərimin bir sözü vardı, deyirdi ki, sözü qovluğa tikmək olmur da. Yəni sən sənədləşdir ki, sənin sübutun olsun. Və biz göstəriş formasında yazıb veririksə və rəhbər göz ardına, qulaq ardına vurursa, eləmirsə, o artıq onun fərdi məsuliyyətinə çevrilir. Yəni onu eləməyə bilər. Yəni iş bizdən çıxıbsa, bəli. Biz bir mənalı olaraq amma yəni bizim də axı hüququmuz var. Biz görmüşüksə, gizlətmişiksə, artıq bizim fərdi məsuliyyətimiz. Orada bizim bu yazı təqdim edəndə məlumatlarda hər hansı bir təhlükə və icbari, məcburi olan göstərişləri. Orada bir vaxt qoyuruqmu ki, məsələn? Var, orada var, vaxt var. Yəni biz deadline kimi qoyuruq ki, bu məsələn indi vəziyyətdən asılı olaraq biz axı vəziyyəti dəyərləndirməyə də bacarmalıyıq da, time management deyək ki, bu məsələn elə bir problemdir ki, biz fakt bilirik ki, bunu 3 gün eləyə bilməyəcək. Bəli. Orada məsələn böyük bir maliyyə, axı büdcət məsələləri var. Qoyuruq məsəl üçün 1 ay, 1 il. Bəli, qoyuruq 1 ay, hə. Amma onu eləməlidir. Öz büdcətinə salmalıdır. Nə edəsə də o onu yəni məcburi, icbari, yəni onun icrası məcburi olmalıdır. Gözəl. Amma vaxt qoyulmalıdır. Yəni biz vaxt qoyulmalıdır. Mütləq vaxt qoyulmalıdır. Ölüm hadisəsi baş verdikdən sonra araşdırma zamanı, yəni SƏTƏM mütəxəssisindən konkret olaraq nəyi sübut etməsi gözlənir? Yəni nələri istənilir SƏTƏM mütəxəssisindən və bu sübut yükü hansı hallarda onun üzərinə düşür? Mən bir şeyi bu sualı dəqiqləşdirmək istəyərdim. Təhqiqat komissiyasının araşdırılması vaxtımı ya ondan sonra mı? Yəni yaxşı olar ki, siz əksin deyin. Burada biraz fərqli məsələlər, yanaşmalar var da. Bir var ki, hadisə baş verənə qədər tutalım ki, bizim sənədləşməmiz qaydasında olmalıdır. Aha. İstər təlimatlandırma, istər təlim, istər biliklərin yoxlanması, yəni giriş təlimatından tutmuş ta ki növbədənkənar və yaxud da ki, hər hansı bir məcburi, icbari təlimlərə qədər, yəni biz bunu nəzarətdə saxlamalıyıq və koordinasiya etməliyik. Əgər Dövlət Əmək Müfəttişliyinin Təhqiqat Komissiyası artıq ölüm hadisəsi baş verib və SƏTƏM mütəxəssisi cəlb olunubsa hər hansı bir sənəd prosesinə, bizdən sənəd soruşulur. Ki, biliklərin yoxlanması jurnalı, giriş təlimatı keçibmi, verilibmi giriş təlimatı? Çünki giriş təlimatı elə bir bənddir ki, yəni işə götürülən zaman giriş təlimatı SƏTƏM departamenti tərəfindən keçirilir. Artıq iş yerində keçirilən təlimatlar sahələrdə keçirilir. Ancaq ona nəzarət də SƏTƏM-dədir. Yəni biz ona nəzarət edirik ki, müvafiq proqramlar hazırlayırıq, iş icraçılarını onların keçirilməsinə öyrədirik ki, necə keçirmək lazımdır təlimatları. Yəni onların hamısına nəzarət bizdə olduğuna görə təhqiqat komissiyası bizdən onu soruşacaq. Yəni sənədləşməni bizdən soruşacaq. Yəni ona görə də bizim sübut eləyəcəyimiz məsələ ancaq sənədləşməmiz ola bilər və təhqiqat komissiyasının işinə dəstək. Gözəl. Yaxşı, SƏTƏM mütəxəssisi tutaq ki, təhlükəni əvvəlcədən görə biləcək vəziyyətdə idisə, lakin önləyici tədbir görməyibsə,
Bu sizcə səhlənkarlıq hesab edilirmi yoxsa? Birinci başa düşmək lazımdır ki, ümumiyyətlə səthən mütəxəssisinin hər hansı bir təhlükəni görmə kompetensiyası varmı? Bilirsiniz, indi bir ayın da təhlükəsizlik səthən mütəxəssis ola bilər, 20 ilin də səthən mütəxəssis ola bilər. Yəni biz bilə bilmirik ki, o onu görmə qabiliyyətindədirmi? Və biz bunu necə sübut eləyə bilərik ki, sonradan ki, bu işçi səthən mütəxəssisi onu görmə qabiliyyətindədir. Tamamilə doğru. Yəni biz bunu heç cür sübut eləyə bilmirik. Bu birinci məsələ. İkinci məsələ, əgər görübsə təhlükəli amili və yaxud da ki, təhlükəli iş şəraitini və müdaxilə eləməyibsə, yəni bizim işimiz nədir? Yəni bizim işimiz işi saxlamaq deyil də. Yəni biz işi saxlamırıq. Orada müvafiq aspektlər var. Biz tövsiyə edirik, yəni advisor. Advisor. Yəni, ən çox da biz rastlaşdığımız ikisi advisor. Niyə görə advisor? Çünki biz məsləhət verənik. Biz məsləhət edirik ki, bu belə olmalıdır. Hə, yox, gördüksə müdaxilə eləməliyik və işə götürənə, iş icraçısına, iş rəhbərinə xəbərdarlıq eləməliyik ki, burada təhlükə var. Yəni işini elə qur ki, problem yaranmasın. Yəni növbəti sualın da bir növ cavabını vermiş oldunuz. Növbəti sualımız belə idi ki, işi dayandırmaq imkanı olduğu halda bunu etməmək bir fərdi məsuliyyət yaradırmı? Baxın, bu artıq böyük bir prosesdir. Sual qısa olsa da böyük bir prosesdir. Niyə görə? Biz birinci başa düşməliyik ki və bilməliyik ki, işi dayandırma deyəndə bəzən işi dayandırmaq daha böyük problemlərə gətirir, çıxardır. Nəinki vaxtında iş başlamamışdan əvvəl riskləri qiymətləndirmək. Biz vaxtında riskləri qiymətləndirmirik. Amma gəlirik iş zamanı görürük ki, böyük bir problem var və işi elə bir momentdə saxlayar ki, əmək mühafizəsi mühəndisi özü də bilmədən böyük bir katastrofaya gətirər, çıxardır. Yəni necə işi saxlamalıdır əmək mühafizəsi mühəndisi? Yəni dayan deyərək qışqırmalıdırmı? Yəni necə də? Yəni mən bunun tərəfdarı deyiləm. Niyə görə? Səthən mühəndisi, mütəxəssisi işi dayandırmalı deyil. İşi dayandırırsa da belə onun proseduru olmalıdır. Hansı formada iş dayandırmalıdır? Nə zaman iş dayandırmalıdır? Hansı problemdə iş dayandırılmalıdır? İşin hansı etapında dayandırıla bilərmi, dayandırıla bilməzmi məsələləri var. Bu bir. İkincisi, biz işi dayandırmağa tam hüquqlu şəxs deyilik səthən mühəndisi olaraq. Aha. Deyilik. Deyilik. Çünki işin rəhbəri biz deyilik, işin yiyəsi biz deyilik. Biz sadəcə olaraq məsləhət görə bilərik və göstəriş yaza bilərik ki, burada bu problem var. E-mail yazdıq tutalım ki, CEO-ya və yaxud da ki, iş rəhbərinə, iş icraçısına e-mail yazırıq. Burada böyük bir problem var. O da istəyər cavab yazar, istəyər cavab yazmaz. Yəni o da onun şəxsi işidir. Bizdən çıxsın. Bizdən çıxdı. O da götürüb yaza bilər ki, bilirəm problemi, mən tam məsuliyyəti öz üzərimə götürərək deyirəm ki, iş davam edəsin. İş yiyəsi odur. O işi davam elətdirəcək. Yəni biz işi gəl, saxla, qışqır, dayan. Biz elə bir problemə gətirər çıxardar ki, məsələn, loto sistemini götürək də. Axı əmək mühafizəsi mühəndisi loto sisteminin tam dərinliyini bilməyən bir adamdır. Ax burada energetik var, tam avtomatik var. Elə bir prosesdə əmək mühəndisi mütəxəssis işi saxlayar ki, digər tərəfdə birinə cərəyan amili və yaxud da tok vurar. Günahkar əmək mühafizəsi mühəndisi olacaq ki, işi saxladı, belə bir proses oldu. Biz ona görə də bu böyük bir prosesdir. Bu nəzarətdə saxlamaq lazımdır. Yəni əmək mühafizəsi mühəndisi işi saxlamamalıdır. Yaxşı müəllim, biz az öncə vurğuladıq ki, bu ölüm hadisəsi zamanı sənədləşmə prosesləri gedir. Yəni aktlardır, əmrlərdir, jurnallardır və s. Bəli. Yəni bunlar biz deyirik. Bəs bunlar bizi, yəni səthən mütəxəssislərini real olaraq nə dərəcədə qoruyur? O nəinki səthən mütəxəssisini, məhz səni də qoruyur. İş icraçısını da qoruyur. Supervisor da qoruyur, iş rəhbərini də qoruyur. Yəni istənilən şəxsi sənədləşmə qoruyur. Niyə görə? Çünki sənədləşmə bir mənalı olaraq qanunvericiliyin tələbidir. Aha. Yəni nəinki səthən mütəxəssis. Və biz koordinasiya eləməliyik və bunun işini təşkil eləməliyik ki, sənədləşmə qaydasında aparılsın. Gözəl. Yaxşı müəllim, bəs təzyiq altında bəzən qərarlar verilir də. İş tez bitməlidir və s. və s. və s. Rəhbərliyin göstərişidir. Adətən belə eşitmişik, rastlaşmışıq və görmüşük. Bu rəhbərliyin göstərişi ilə riskli işin davamı etdirilməsi bəs hüquqi baxımdan necə qiymətləndirilir?
Bilirsiniz, yenə də bu işə götürənin məsuliyyətidir. İndi təzyiq göstərərək işlədəcək və yaxud da ki, mülayim şəkildə işlədəcək və yaxud sənəd olaraq işlədəcək, sənəd olmadan işlədəcək. Elə bir təşkilat görmüşəm ki, mən indi ad çəkməyəcəm. Elə bir təşkilat görmüşəm ki, orada sətən mütəxəssisi belə sözümün əsl mənasında əjdaha bir mütəxəssisdir. Ancaq müəssisə belə deyək də, yəni sətən mədəniyyətinin tam formalaşmadığı bir mühitdir. Və güclü sətən mütəxəssisi orada mədəniyyətin qurulmasında biraz çətinlik çəkir və tab gətirmir, qaçır. Bilirsiniz, o təzyiq deyirsiniz də. Bəli. Elə yerdə olur ki, baxırsınız ki, qıraqdan belə biraz pis görsənir. Elə bilirsiniz ki, orada əməyin mühafizəsi, ümumiyyətlə mədəniyyəti yoxdur. Gəlib görürsünüz ki, heç vaxt ümumiyyətlə sətən mütəxəssis də yoxdur, götürməyiblər. Ancaq bir mühit yaradıb ki, məsələn, SEO. Heç orada əməyin mühafizəsi mütəxəssisinə ehtiyac yox idi. Düzdür, indi 223-cü maddəyə əlavələr eləyiblər, 50 nəfərə qədər mütəxəssis olmalıdır, artıq 50 nəfərdən sonra əməyin mühafizəsi mühəndisi olmalıdır. Yəni, gözəl bir dəyişiklik olunub bu 2026-cı ildən, dəstəkləyirəm. Yəni, ona görə də siz verdiyiniz bu sualda bir mənalı olaraq məsuliyyət işə götürənlərdir. Yaxşı, mən bu praktikalarda, ölüm hadisələrində yəqin ki, rastlaşmısınız və eşitmisiniz və görmüsünüz. Bu sətəmlərin ən çox buraxdığı kritik səhvlər nələr olur? Ölüm hadisələri. Yəni, ən çox nələrdə boşluq edirlər bu sətəmlər? Yəni, sətəm mütəxəssisi nələrdə boşluq edir ki, ölümlə nəticələnir? Ən çox, bəli, kritik səhvlər. Sətəm mütəxəssisi adam öldürən deyil də. Sətəm mütəxəssisi nə qədər də böyük bir səhv buraxsa, sətəmdən qabaq, yəni zənciri götürək də, sətəmdən qabaq işə götürən iş icraçısı, işin rəhbəri, sonra mı artıq gəlir də sətəm mütəxəssisi, düzdür? Yəni sətəm mütəxəssisi tutalım ki, görməyib də təhlükəli amili və yaxud da ki, təhlükəli bir hərəkəti, davranışı və ölüm hadisəsi. Bəs ondan qabaq o zəncirdə, bəs onlar görməliydi axı. Bilirsiniz, tutalım ki, iş icraçısını götürək də, iş icraçısı axı işinin sənətkarıdır. İllərdir bu bilir ki, belə olsa böyük katastrofa Bəli, düzdür? Doğru. Deməli, bu sətən mütəxəssisi heç bəlkə də o prosesi birinci dəfə də görür. Mən ona görə həmişə deyirəm ki, indi öz işçilərimə də deyirəm, əvvəllər də mən işlədiyim proseslər, yəni mən daha çox process safety olan yerlərdə işləmişəm də istehsalatda. Sətən mütəxəssisi prosesi əzbər bilməlidir, yaxşı bilməlidir. Yəni o bilməlidir ki, hansı mühitdə işləyir, o bilməlidir ki, o işlədiyi mühitdə hansı təhlükələr mövcuddur. Düzdür, müdaxilə eləməsə də belə, axı ondan qabaq yenə də deyirəm də zəncir məsələsi var. Yəni ona görə də bizim kritik səhvlər xidmətimizin təşkilinin tam aparılmamasıdır. Yəni biz ola bilərik ki, sətən mütəxəssisi nəyisə göz ardı olsun, görməsin, yaxud da bilməsin. Yəni mən yenə də bunu bir sətən professionalı kimi sətən mütəxəssisinin səhvi adlandırmaram heç. Yəni tam şəkildə biz hər şeyə cavabdeh ola bilmərik və hər şeyi bilə bilirik. Gözəl. Cənab müəllim, təşəkkür edirəm. Çox sağ olun. Ətraflı cavab verdiyiniz üçün bütün suallarımıza və keçirik sonuncu sualımıza. Biz həmişə gələn qonaqlarımızdan bizi izləyən gənclər üçün həmişə tövsiyələr almaq istəmişik. Və sizdən də eyni qayda bu tövsiyəni, bu adi ənənəni davam etdirərək sizdən də bu tövsiyəni istəyirdik ki, biz yeni başlayan gənc sətən mütəxəssislərinə nə tövsiyə edərsiniz ki, gələcəkdə həm peşəkar, həm də hüquqi risklərdən özlərini qoruya bilsinlər? Təşəkkür edirəm bir daha ki, belə bir şərait yaradırsınız. Biz sətən mütəxəssisləri olaraq da öz fikirlərimizi bildiririk. Düzdür, bəzən bizim bildirdiyimiz fikirlər subyektiv də fikir ola bilər. Ancaq biz ən əsası istinadla danışmalıyıq da. Yəni biz əməyin mühafizəsi mütəxəssisləri istinadla danışmalıyıq. Tövsiyəm də gənclərə odur ki, yəni mən də gənc olmuşam, siz də gənc olmusunuz və sıfırdan başladığımız etaplarda ola bilər ki, bizə roadmap cızan olmayıb deyə biz biraz gecikmişik. Amma indi yaxşıdır da, yəni təlimlər var, beynəlxalq standartlar var, beynəlxalq sertifikasiyalar var. Gənclərimiz daha çox öyrənib maariflənə bilir. Bizim proseslərdə, bizim sistemdə ən başlıca duran məsələ maariflənmə məsələsidir, təlim məsələsidir və təlimlərdə qazandıqları o bilik, bacarıqları praktikada tətbiq eləyə bilmələridir. Yəni bacarsınlar ki, öyrəndiklərini tətbiq eləyə bilsinlər və özlərindən sonra da mütəxəssis yetişdirsinlər. İşçilərə də baxmayaraq ki, onlar sətəm mütəxəssisidir və yaxud da ki, istehsalat mühəndisləridir, hamıya sətəm mədəniyyətini sevdirməyə bacarsınlar.
Ki onlar sətəmdən qorxmasınlar da. Yəni biz əsasən sətəmi görəndə biraz qorxur, talaşa düşürlər. Yəni bizi daha çox sevsinlər də, hörmət eləsinlər və başa düşsünlər ki, biz onları qoruyan adamlarıq da, biz onları incidən adamlar deyilik. Çox gözəl cavabdır. Təşəkkür edirəm müdahil cavab müəllim. Vaxt ayırdınız, bizlərə qoşuldunuz, öz fikirlərinizi, dəyərli rəylərinizi bizlərlə bölüşdünüz. İnşallah ki, yoldaşlar, siz də bizi izləyəndən sonra öz rəyinizi, fikirlərinizi bizimlə bölüşərsiniz və hər hansı bir təklifiniz, iradınız, qaranlıq qala biləcək məqamlar olursa, rəy bölməsini çəkinmədən suallarınızı verə bilərsiniz. Sağ olun, salamat. Sağ olun.